Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Bütün tüh Müslümanlara, Mevlana'nı sevenlere, yolunu gedenlere, Selçuk Üniversitesi'nin başbakanına, uluslararası Mevlana ve Dostluk Sempozyumunun bütün kurucularına, özellikle yoldaşım Döktür Muhammed Eser'e, oturum başkanına, Profesör Recep Tuzca'ya, Xanım Ayşe Kutlaya salam deyip derin teşekkürümü, minnetdarlığımı bildirirəm. Mənim çıxışımın konusu Şəms-i Mevlana'nın şuubiyyə məzhəbindən ayrılmasındakı dostluqdur. Bu aləmdə hər yanda dostluq var, düşmənçəlik də vardır. Di şeyx Baqiraq həmi gəşt gird şəhər, kəzdi vədəd məluləm o insanəm arzuz. Mevlana deyirdi, elə bir dünən idi, Şəms gəldi Quniyəyə, şəhrin dörd bir yanını gəzirdi, deyirdi, devlərdən, yırtıcı adamlardan, tərsə düşüncələrdən, tərsə düşünənlərdən vezmişəm, insan axtarıram. Goftim yaftimi nəşəvəd, göstəyim ma. Goft anke yaftimi nəşəvəd, anəm arzuz. Biz ona deyirdik, sən axtaran tapılmaz. Biz axtarmışıq. Dedi, tapılmayanı tapmaq mənim arzımdır. Benim ay şəms-i məfxər Təbriz, ruz şərq. Mən hudhudəm, huzur Süleymanəm arzuz. Doğu dünyasından çıxmısan ey Təbrizin fəxri. Üz göstər, mən bir bubbu kimi, hub kimi bir quşam. Amma sən Həzrəti Süleymansan. Şəms 3-cü xəttin Təbriz məktəbinin baş təmsilçisi olaraq ən birinci məsləyi insanşünaslıqda, dostluqda insanı, dostu özlüyünə qeytarmaq idi. Şəms Mevlana'nı tapdı, otladı, alışdırdı. Onu yanlış baxışdan, tərsə düşüncədən, şuubiyyənin gedişatından uzaqlaşdırdı. Şəmsin məqalələrində belə gəlibdir. Sufi در جمع مشایخ گفته بود دریغا bir sufi sufilerin yığıncağında demişti نازنین پسر بهاءالدین بلخی متابع تبریزی بچه‌ای شد خاک خراسان متابعت خاک تبریز شد acaba Belxili Bəhaəddinin oğlu bir Təbrizliyə Xurasan toprağı da Təbriz toprağına bağımlı oldu. Mevlana bir qəzəldə belə bağımlılığı açıqlayırdı. Şəms peyğəmbər kimi insanşünaslıqda, dostluqda bir model sahibi idi. Yəni necə peyğəmbər bütün bəşəriyyətə özəl adamları becərtdi, ülgü, örnək oldular. Bütün peyğəmbərin yolunu gedənlər də ayaqlarını onların izinə basmalıydılar. Onlar gedən yolları getməliydilər. Gedişatlarında çaşmasınlar. Peyğəmbər bütün bəşəriyyəti birlikdə hidayət eləyə bilməzdi. Belə örnəkli insan becətməliydi. Şəms də Mevlana'nı insanşünaslıqda, dostluqda bir ülgü bütün bəşəriyyətə hazırladı. Becərtdi, tanıtdırdı. Şəmsin dostluğunun iki müəllifəsi var. Birisi Təbriz idi. Təbrizin cəm'i hüviyyətindən, ruhundan, toprağından, coğrafiyasından çıxan bir insan. İkincisi Mevlana'nın özüydü. Mevlana da Allah'ın əmanətini inna ərəznəl əmanətə aləs-səmavat vəl-ərz vəl-cibalı Şəmsin əlindən alırdı. O əmanət də əlbəttə üsyan idi. Birincisi öz əleyhinə, ikincisi şuubiyyə məzhəbinin əleyhinə. Şuubiyyə İslam aləmində bir fitnə olaraq anti-ərəb, anti-türk bir axım idi. Səccad nişin baviqari budəm, bazikə kudəkan kuyəm kərdi. Mən bir ağır, viqarlı, mətanətli adam idim. Sən məni uşaqların oyuncağı elədin. Şəms günəşin adıydı. Günəş türkün məfkurəsində istilik, doğarqanlıq, işıqlıq, yaşayışın atası sayılırdı. Şəms gök tanrıçılıqda tanrı sayılırdı. Şəms günəşin simkəsini bir qamşaman kimi daşıyırdı. Şəms Mevlana ilə belə qarşılaşdı. Şəms Mevlana'ya tanrının səsi idi. Onun tanrıçılığını, peyğəmbərşünaslığını, insanşünaslığını, dost tappasını devirdi. Şəms Mevlana'ya birinci öz əleyhinə üsyanı, köhnə kimliyi yandırmağı, tərsə düşüncəni otlamağı öyrətdi. Yoxsa Mevlana Şəms gəlməmişdən öncə bütünlükdə İmam Muhammed Qəzzali idi, alim idi, mərcə idi, müftü idi, vaiz idi.
dəbdəbəsi, kəbkəbəsi var idi. Şəms birinci bayram kimi gəldi. Etimologlar deyiblər bayram həmən qoçun bəyliğidir. İlk baharda Mövlananı köhnə yerdən, köhnə yurtdan, donmaqdan, qışdan, buzdan çıxartdı. Dustaqdan qurtardı. Yeni baxışıq, yeni görüş, yeni düşüncə bağışladı. Bir tanınmış qəzəldə Mövlana deyirdi: Baz ámədəm çون عید نو تا قفل زندان بشکنم وین چرخ مردم خوار را چنگال و دندان بشکنم. Bu qəzəl Şəmsin gəlməsinə, Mövlana ilə bağlı əhvalatına işarət edən bir gözəl güzgüdür. Çون در کف سلطان شدم یک حبه بودم کان شدم گر در ترازویم نهی میدان که میزان بشکنم. Mən Şəmsin əlinə düşəndə təhcə bir dənə idim, həbbə idim, mədən oldum, məxzən oldum. Elə çəkim ağırlaşdı, bilirəm məni tərəziyə qoysan, mən tərəzini sındıraram. Bir ayrı qəzəldə Şəmsin Mövlanaya can bağışlamasına da işarət eləyir. Muhyi sifətini Şəmsi daşıyırdı. مرده بودم زنده شدم گریه بودم خنده شدم دولت عشق آمد و من دولت پاینده şodam. Ölmüş ikən mən dirildim, ağlayırdım, xəndan oldum. Eşq satsaq varlığıma mən günəş tək taban oldum. گفت که دیوانه نی لایق این خانه نی رفتم و دیوانه شدم سلسله bendende şodam. Söylədi, sən aqilsən, bu evə layiq deyilsən. Mən gedib divanə oldum, məstan oldum, məstan oldum. Mövlana şuubiyyədən arınmaqla bağlı Şəmsidən yardım istəyirdi. Şəmsi də Mövlananı şuubiyyənin düşüncəsindən arındırırdı. Rəmz ilə, işarət ilə, hindi kələməsini işlətmək ilə. Ona şuubiye Farsi Məcusi hindini anlattı. Şəms Mövlanaya hindi kələmədə şuubiye Farsi Məcusini anlattı. Bir qəzəldə deyirdi: Sobha cahan پر نور کن این هندوان را دور کن مردهر را محرور کن افسون بخوان افسون بخوان. Ey sübh, həman Təbrizli Şəmsidir. Bu hindililəri, hindi düşüncələri uzaqlatçınan. Hindi düşüncə nədir? Şəms Mövlananı ondan uzaqlaşdırırdı. Bir anahtarlı sözdür hindi kələmə Şəms divanında. Hətta Məsnəvidə ən birincisi hindi kələməni işlədəndə yanı həqiqət ilə mərifət sahəsində caydırmaq ilə təhrifdir. İkincisi elm sahəsində qondarmaq ilə cəlidir. Üçüncüsü din ilə əxlaq sahəsində ayrılıq salmaq və yalançılıqdır. Dördüncüsü iş, elm sahəsində çapmaq ilə talamaqdır. Beşincisi idarəçilikdə əliboşluq, bedəstalatlıq, bağımlılıq ilə casusluqdur. Altıncısı siyasətdə adamları terror eləməkdir. Hindi kələməsi Mövlana ilə Şəmsin düşüncəsində 6 dayanacağı var idi, biz dedik. Ovsun oxuyaraq əfsun bexan mərdəhr ra məhrur kon, məhrur hayhuddi ilə, yəni üzgürlük bağışla, azad eləcinən, ovsun oxuyaraq düşüncələrdən bu aləmdə zəncirləri, qandalları atşınan bir aləmi azad, sərbəst elə. Əfsun bexan, əfsun bilirsiniz, türkü kələmədir. Həmən avsındır, avı tutmağa bir səs oxunardı. Ona avsun, həmən əfsun deyilirdi. Bunları avsunlacınan. Çون مست ازل گشتی شمشیر ابد بستان هندوبک هستی را ترکانه تو یغما کن. Şəms Təbriz, bu iş səndən asılıdır. O zaman ki əzəldən məslih sərxoşluq aldın, əbəd qılıncını qınından eşiyə çəkinən. Bu aləmdə qondarma
hindi kiçik bəyləri, bəylikləri, yəni kiçik yanlış tərsə düşüncələri bir türk kimi, yəni mənalı, irfanlı, cürətli insan kimi yığışdırıcınan yağma sözünü faslar təhqir üçün qarət məna eləyiblər. Amma bu türkü kələməsidir, yığmaqdan gəlir. Yağma yəni yığıb yığışdırmaq. Eyni halda türklərin bir boylarının adı da olubdur. Müsəlmanan, müsəlmanan, mərə Türkiyist yağmayı, bir yığıb yığışdıran, cəmcür eləyən bir türk. İdarəçiliyi yüksək səviyyədə olan məqsəd Şəms idi. Mevlana'nı axı o yığıb yığışdırdı. İdarəçiliyə çəkdi. Nizaminin də düşüncəsində hindi sözü belə anlam daşıyır. Məxzənül Əsrarda Qəri Qocanın Sultan Səncər ilə nağılında deyirdi: Dövlət-i Türkan ki buləndi gəreft, məmləkət az dad pəsəndi gəreft. O zaman ki türklərin dövləti zirvəyə çatdı, məmləkətdə ədalət yayıldı. Çünki to bidadgəri pərvəri, Türk neyi ey hinduye qarətgəri. Sən zülüm eləsən daha sənə türk deməzlər. Sənin adın çapıcı hindidir. Şəm-i to برافروزی شمس الحق تبریزی تا هندوی شب سوزی از روی چو صد پروین. Təbrizli Şəmsülhəq bir şəm yandır. Bütün dünyanı hindi, şuubi, farsi, məcusi düşüncəni qaranlığa, gecəyə çeviribdir bu düşüncə. Sənin şəmin yüzlər ulduzla bərabərlik edər. Türk toyi zehindvan çehre-i Türk kəm tələb. Zan ki نداد هند را صورت ترک تنگری. Şəms gəldi mənə dedi sən türksən, sən hindi deyilsən. Hindilərdən həmən şuubiyyədən türklük axtarma, orada o ola bilməz. Təngiri türklərin əski tanrıları Farsa türk sirəti, türk surəti bağışlamadı. Yəni türk surətdə, sirətdə, fəlsəfədə, hikmətdə, irfanda, bilimdə, dində, məzhəbdə, əxlaqda, gedişatda və digər müəllifələrdə hindlə həmən faslarla fərqlidir. Türk toyi zehindvan çehre-i Türk kəm tələb. Zan ki نداد هند را صورت ترک تنگری. به ترک ترک اولاتر سیه رویان هندو را، که ترکان راست جانبازی و هندو راست لالایی. Bir Türk'e yaraşan hindi, hindili, farsi, şuubi, məcusi qərəçilərini, dilənçilərini tərk etməkdir. Niyə ki türklər fədakardılar, canlarından keçəndilər. Şuubiye, farsiye, hinduye, məcusi yaxçı yatandılar, tənbəsliyəndilər. Əllərindən iki eşşəyin arpasını bölmək gəlmir. İdarəçilikdə çox zəifdilər. Xəmuş kن که از ملامت او بدان ماند که میگوید زبان تو نمیدانم که من ترکم تو هندویی. Daha onlarla bağlı məndən danışma. Qablama dığırlanıb qapağını tapıbdır. Mən sənin dilini bilmirəm. Niyə ki mən türkəm, sən hindisən. Sözün sonu müjdə deh ey eşq که از شمس دین از تبریز ayət nov میرسد. Ey sevgi, ey eşq, sənə bir muştuluq. Şəmsdən, Təbrizdən yeni bir ayət, yeni bir damğa, yeni bir işarət yetişir. Sağ olasız, Allah amanında.